Salam, xoş gördük yenidən sizləri. Bu gün dərsimizdə gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz sözlər var ki, onların bəzilərini qeyd eləmişik və videoya baxdıqdan oradan əldə edə bilərsiniz. Həm sözün yazılış qaydası, tələffüzü, həm də tərcüməsi videoda qeyd olunub. Hər birinizə uğurlar arzulayıram. Maybe ola bilər. Why not? Niyə də olmasın? I don't know. Bilmirəm. Yaxud da mən bilmirəm. I am sorry. Üzr istəyirəm. Bağışlayın. Are you okay? Sən yaxşısan? Come here. Bura gəl. Have fun. Xoş əyləncələr. Happy Eid. Xoş bayramlar. Enjoy your meal. Nuş olsun. How is it going? İşlər necə gedir? So, pis deyil. I am happy. Mən xoşbəxtəm. I am sad. Mən qəmginəm. Yaxud da keyfim yoxdur. I am worried. Həyəcanlıyam. Yəni bu sözləri baxdığınız üçün hər bizə təşəkkürlər və videonu bəyənib paylaşmağı da unutmayasınız.